Azərbaycanlı deputat Zahid Orucla bir dəfə telefon əlaqəsində oldum və bu telefon əlaqəsi Talış məsələlərin Azərbaycan parlamentində gündəmə gətirilməsi ilə bağlı idi. Təbii ki, yəni bu ondan asılı məsələ deyil. Bunu da başa düşürəm. Azərbaycanda deputatın kağızda yazılan, sənəddə yazılan vəzifəsi ilə əslində yerinə yetirdiyi işlər tamam fərqli işlərdir. Lakin yenə də mən bir cəhd göstərdim ki, sonra deməsinlər ki, bəs talışlar ümumiyyətlə səssiz qalıb, heç yana müraciət eləmirlər, öz işlərini aparmaq istəmirlər. Çünki hərdən biz belə axmaq söhbətlər eşidirik. Və bu müraciətdən sonra sağ olsun bir-iki məsələni parlamentdə gündəmə gətirməsə də, Nazirliyə, Təhsil Nazirliyinə müraciət eləmişdi, amma bu o qədər də effektiv olmamışdı. Amma onunla söhbət zamanı aramızda belə bir dialoq yaşandı ki, o mənə bildirdi ki, Azərbaycanda yəni biz çalışırıq nəyisə edək, yəni talışlar üçün bir iş görək və mən də ona bildirdim ki, bəs Ermənistanda fakültə açılıbdı, kitablar yazılıbdı, tarixi araşdırmalar var, dilimizi akademik səviyyədə araşdırıblar və mənə bildirdi ki, siz mənə niyə Ermənistan misal gətirirsiniz? Ermənistan sizdən istifadə etmək istəyir. Və mən də ona qarşılığında bildirdim ki, Zahid bəy, əgər buna istifadə etmək üçün baxırsınızsa, buyurun, siz də bizdən istifadə edin. Əgər kitab yazmaq, akademik araşdırma eləmək, fakültə açmaq, talışlardan istifadədirsə, hər kəs bizdən istifadə etsin bu yöndə. Yəni istəyir Rusiyası olsun, istəyir Avropası olsun, istəyir Azərbaycanı olsun. Yəni bizim üçün tək istifadə olunma bu yöndə olsun. Bu gün də mənim danışmaq istədiyim mövzu sırf bununla bağlıdır. Çünki uzun müddətdir Azərbaycanda, yəni talışların ancaq şəhid olmaq üçün yaradıldığı, ölmək üçün yaradıldığı mövzusu var. Bu mənim xoşuma gəlmir. Yəni siz bizi axmaq mı hesab edirsiniz? Siz elə bilirsiniz ki, bizim görən gözümüz yoxdurmu? Yəni başa düşmürükmü? Biz axmaq falan deyilik. Sadəcə hazırki situasiyanı yola verməklə məşğuluq. Biz başa düşürük ki, bizim talış milli kimliyini qorumaq üçün dilimiz, tariximiz və digər məsələlər çox vacibdir. Və siz nə istəyirsiniz eləyin? Yəni Azərbaycanda bizim aramızı vurmağa çalışanlar var, türklərlə və digər insanlarla. Bunlar hakimiyyətdən maliyyələşən saxta türkçülərdən ibarətdir. Biz onların nə işlə məşğul olduğuna aydın görürük. Sadəcə bu neft pulları milyonlar arada axdı və biz bunlara təsir edə bilmirdik deyənə o qədər də müdaxilə edə bilmirdik məsələləri. Hazırda isə yəni bizim başımızı bu cür məsələlərlə qata bilməzsiniz. Bunu yadınızda saxlayın. Yəni bizə talışların üzərinə bu cür axmaq məsələlərlə gəlsəz, özünüz burada oyunun bir aləti olacaqsınız. Biz yox. Necə ki biz sizi buna adət elədik. Və hal-hazırda da mən bildirmək istədiyim əsas məsələ talışların tarixi və elmi araşdırmalarıdır. Yəni bunu Azərbaycan hökuməti bizə istəyir mane olsun, istəyir kömək eləmək istəməsin. Bizə heç onun köməyi də lazım deyil. Bu əslində Azərbaycan hökumətində olan pul bizim pulumuzdur. Bizim üzərimizdən qazanılan puldur. Amma bizə mane belə olsa, biz bunları edəcəyik. Yəni Azərbaycanda talış dili dövlət dili elan olunacaq. Bu şübhəsizdir, bu şəksizdir. Kim istəyir etiraz eləyə bilər, kim istəyir etiraz eləməsin. Bizim tərəfimizdə olsun. Biz bunu öz gücümüzə edəcəyik. Yəni burada biz kiminsə məsləhəti, hədə qorxusu, kiminsə düşüncəsi maraqlı deyil. Hər kəs öz düşüncəsini bildirə bilər. Yəni təbii ki, buna qarşı deyilik. İnsanlar öz düşüncəsini bildirsin, amma gələcək, yəni imkan vermərik, ölkə bölündü, zırt-zırt. Belə söhbətləri bizdən eləməyin. Yəni bizim qarşımızda bir məqsəd var. Talış dili Azərbaycan dövlət dili olunacaq. Azərbaycanda dövlət dili olunmalıdır. Və talış dilini tədricən biz inkişaf elətdirəcəyik. Baxmayaraq ki, indi mən özüm də Azərbaycan dilində danışıram. Azərbaycan dilini mən özümlə düşmən dili saymıram, yad dildə saymıram. Yəni bu dildə danışırıq
Bir gün görəcəksiniz ki, Azərbaycandakı türklər də Talış dilində danışır. Bunu beyninizdə gəzdirin, qulağınızda sırğa eləyin. Həmçinin bizim bu yolda ilk addımlarımız tariximizin öyrədilməsi olacaq. Yəni dil məsələsi vaxt alan məsələdir. Bir neçə nəsildən nəslə dəyişməklə baş verən bir prosesdir. Amma tarixi məsələ, yəni Azərbaycan tarixində bizə aid məsələlər gedir, başqa yerlərə aid edilir. Buna da son qoyacağıq. Yəni Azərbaycanda bizə aid tarix tanınmalıdır. Bilinməlidir ki, Babək Talış olub, Nizami Gəncəvi Talış olubdur. Bunun çox da adı Gəncəvidir, soyadında Gəncəvi var. Yəni bu demək deyil ki, Gəncədən olub və yaxud da bu demək deyil ki, Gəncədə Talış yaşaya bilməzdi. Həmçinin Şah İsmayıl Talış olubdur və Talışların Azərbaycanda böyük bir quruculuq hekayəsi var. Qafqazda və İranda böyük bir quruculuq hekayəsi var. Səfəvlərin yaradılmasında, həmçinin bizim sosiyetimizin formalaşmasında. Həmçinin bugün Azərbaycan sözü yalnız Talış dilində bir mənası var. Talışca bir mənası olan bir sözdür və Azərbaycan bütün adət-ənənələri Talış adət-ənənələridir. Yəni Azərbaycan başdan ayağa Talışlara aid bir yerdir. Yəni buranı başqa millətlərə, hansısa Mərkəzi Asiyadan gəlmiş millətlərə aid etmək də düzgün deyil. Gəliblər, xoş gəliblər, əhalimizin 10-15%-ni təşkil edirlər. İndi hökumət propaganda aparır güya burada əhalinin 95% falan güya Mərkəzi Asiyadan gəlmiş insanlardır, amma açıb baxsaz bir qırğızla Azərbaycanlıların şəklini bir yan-yana qoyun. Yəni bir axmaq olmaq lazımdır ki, deyəsən ki, bunlar bir millətdir. Belə bir söhbət yoxdur. Bu Sovet Rus propagandası idi. İndi də İlham Əliyev Rusların agenturası olduğuna görə bunu təkrarlayır. Azərbaycan əhalisi böyük çoxluqla İranidir və Qafqazlıdır və biz Azərbaycanı yenidən quracağıq, yenidən özünə qaytaracağıq, öz haqqına qaytaracağıq. Buna heç bir şübhəniz də olmasın.